Son zamanlarda tikinti materiallarının satışında durğunluq yaşanır. İdxal edilən materialların qiymətinin artdığı, xüsusən də İrandan gətirilən tikinti mallarında bahalaşma olduğu deyilir. Bəs bazarlarda vəziyyət necədir? Satıcılar söylənənlərin əksini, qiymətin artmadığını bildirirlər. Son bir 15-20 gündür belə məhsul gəlmir. Yəni belə indiki müharibəyə görə bilmirəm, nəsə axırı gəlmir mal. Amma qiymətlərində də elə bir artım da yoxdur. Qiymətlərində İran məhsulları elə olduğu kimi sabitdir. Kim də deyəcək qalxıb yalan söhbətdir. Yəni bu günləri qiymət qalxma söhbəti yoxdur. Qırmızı kərpiclər 34 qəpiyə gəlib çıxır. Məsələn, o biri kərpiclər 1 manat 30 qəpiyə, 40 qəpiyə İran kərpicləridir. O kərpiclərin qiyməti elə stabil olaraq qalır. Hələ ki orada qalxım söhbəti yoxdur. İrandan kərpicdir, istekabalatdır, kafellərdir. Belə bir məsələ var ki, əvvəllər malı vurubdu İrandan, indi hal-hazırda əlində var, onun qiymətini qaldırmır ki, məcbur satılsın da. Amma indi gətirməklə bağlı problemlər yaranır deyə baha satırlar. Əlində mal yox deyə gətirir, başqa yerdən vurur, baha satır. Qiymət burada fərq eləyə bilər sadəcə. Satıcılar qiymətin artmamasına əsas səbəb kimi alıcının az olmasını göstərirlər. Qiyməti qaldırmama səbəb də odur ki, bu dəqiqə alıcı yoxdur. Alıcılar zəifdir deyə hamı məcburiyyətdən ucuz verir, bazarda qədər topdan pərakəndə satır ki, əlindəki mal satsın, dövrə eləsin. Bazarda yəni qiymət çox zəifdir. Müştəri qıtlıq olduğuna görə yəni qiymətlər ona görə də bu gün təsir eləmir. Yəni qalxmağa meyil yoxdur ki, bunun qiymət qalxmır. İndi əksinə biraz bu qış mövsümünə uyğun olaraq alver vəbşi zəifdir. Bu günləri yəni demək olar ki, alver 0 dərəcəsindədir. O da bildirildi ki, qarşıdakı aylarda qiymətin yüksəlməsi, alıcılığın da artması gözlənilir. Elbrus Kərimli, Namiq Hüseyev, Xəzər xəbər.